Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Məlumatda deyilir: Xəzər dənizinin Azərbaycan hissəsində yeraltı təkanlar qeydə alınıb. Bildirilib ki, yerli vaxtla saat 04:32-də qeydə alınan zəlzələnin gücü 4,8 bal olub. Zəlzələnin ocağı isə 70 kilometr dərinlikdə yerləşib deyə məlumatda açıqlanıb. Goranboyda qadın dəm qazından zəhərlənərək ölüb. Hadisə rayonun Yolpak kəndində qeydə alınıb. Doğru Xəbər Azərbaycan bildirir ki, 1971-ci il təvəllüdlü Ayda Eyvazovanın yaşadığı evdə meyidi tapılıb. Onun dəm qazından boğulduğu məlum olub. Baş vermiş ölüm faktı və hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır. Məlumat üçün qeyd edək ki, son bir həftə ərzində dəm qazından ölənlərin sayı 11-ə çatıb.